Maraqlı bir hekayə çıxmışdı qabağıma. Kaftar Giyena yaşlı vaxtında yaşlaşır və xəstələnir və meşəyə xəbər salır ki, bütün heyvanlara ki, bəs yaşlaşmışam, xəstələnmişəm, imkanı olanlar gəlsinlər, halallaşaq. Bir gün heyvanlar da bir-bir gəlirlər ona baş çəkməyə. Bir neçə gündən sonra tülkü eşidir bu xəbəri və qərar alır ki, getsin bu da baş çəksin. Gəlir mağaraya, bunun yuvasına və onu görən kimi deyir ki, ha dostum, tülkü, bəs xoş gəlmisən, bəs bugün çox xəstəyəm, xəstələnmişəm, yaxınlaş, bəs halallaşaq. Tülkü ətrafına göz gəzdirir və yavaşca yuvaya qapısına tərəf gedir, qapıdan çıxsın. Giyena təəccüblənir, deyir, dostum, hara gedirsən? Müdrikcəsinə tülkü də baxır, deyir ki, əzizim, baxdım ki, bütün heyvanların izləri sənin yuvanacandır. Yuvadan qayıdış izlərini görmədim. Ona görə getsəm yaxşıdır. Bəzən həyatda da belə olur ki, insanların duyğularından və mərhəmət hisslərindən istifadə edirlər. İstəsən bu biznesdə ola bilir, istəsən şəxsi həyatda ola bilir. Hətta ibadət edən insanların belə təəssüf ki, olur ki, İmam Sadiq belə bir hədisi var ki, insanların namazını, orucunu aldanmayın. Baxın, düz danışmağına və əmanətdar olmaqlarına. Hər bir halda bu bütün insanlar üçün keçərli məsələdir ki, biraz ayıq olmaq lazımdır.